Salam aleykum əziz müsəlmanlar. Bu günlər bir məsələdən danışacağım ki, hansı ki insanlar üçün də maraqlıdır. Nisa surəsi 59-cu ayədən. Bağışlayan və mehriban Allahın adı ilə. Orada buyurulur: İtaət et Allaha, Rəsuluna və özünüzdən olan əmr sahiblərinə. Burada sual çıxır ortalığa. Allahı bildik, Rəsulunu da bildik. Bəs yaxşı, özümüzdən olan əmr sahibləri kimlərdir? Və hər kəs də çalışır ki, bunu özünə sərf edən formada yozsun bu ayələri və öz istədikləri insanları müsəlmanlara rəhbər və yaxud xəlifə, başçı təyin etsinlər. Amma gəlin Quranla tutuşturaq, digər bir ayələrlə tutuşturaq, görək elə hər yerindən duran rəhbər ola bilərmi, ümmətə başçı ola bilərmi? Baxın, İnsan surəsi 24-cü ayə. Bağışlayan və mehriban Allahın adı ilə. Orada buyurulur: Heç bir günahkara və nankora itayət etmə. Eyni zamanda Qələm surəsinin 10-cu ayəsindən 14-cü ayəsinə kimi gedin oxuyun və orada 12-ci ayədə buyurulur: Xeyrə mane olana itayət etmə, həddi aşana, günahkara itayət etmə. Eyni zamanda da buyurulur: Əsil nəsəbi bilinməyən haramzadəyə itayət etmə. Əhl-i-Beytin həyatına nəzər salanda biz nə görürük? Həyatına nəzər salanda görürük ki, Əhl-i-Beyti şəhid edənlər əsli nəsəbi bilinməyən haramzadələrdir, vələdi zinalardır və s. və ilaxır. Eyni zamanda Allah özü də nə buyurdu? Günahkara itayət eləmə. Və digər bir Quran ayəsi ilə tutuşturanda nə olur? Əhzab surəsi 33-cü ayədə nə deyilir? Əhl-i-Beyt pak-pakizədir. Deməli, Allah həm dedi günahkara itayət eləmə, əsil nəsəbi bilinməyənə itayət eləmə, xeyrə mane olana itayət eləmə. Bu tərəfdən də pakı da bizə tanıtdırdı. Və eyni zamanda da Süleym ibn Qeys Hilali İləlü şəraidə gəlir. Baxın, təqdim edirəm sizə. Orada nə buyurulur? Orada buyurulur ki, məsuma ona görə itayət lazımdır ki, onlar pis işlərə şövq eləməzlər. Haram işlərə də şövq eləməzlər. Çünki onlar məsumdular, pakdılar. Eyni zamanda baxın, Hakim Nişapuridən sizə dəlil təqdim edirəm. Və səhih hədisindən ki, Əliyə itayət vacibdir. Və eyni zamanda İmam Baqir əleyhissalamdan da hədis təqdim edirəm. İmama itayət mütləqdir. Düşünürəm, ağıl sahibləri bu məsələləri dinlədikdən sonra tövbə edib, haqqın, vilayətin, Əhl-i Beytin olduğunu anlayarlar. Salam aleykum. Ya Əli.